birinci datanın nə olduğuna baxaq. Deməli, bizdə bir dənə airline datası var. Burada hər bir məlumatın indeksi, sonra airline, uçuşun kodları var. Onların çıxdığı şəhər, getdiyi şəhər burada var. Destination city. Daha sonra çatma vaxtları, məsələn, early morning, morning və s. şəklində yazılıb. Stoplar ümumi gediş yerindən çatan yerə qədər neçə dəfə dayandığını göstərir uçuşlarda. Məsələn, 0 olması heç dayanmadan getdiyi mənasına gəlir. 1 olması da həmin gediş-gəliş arasında bir dəfə dayandığını göstərir. Destination city-nin dedi, class economy business olmaqla 2 dənədir. Duration ümumi müddət nə qədərdir bu? Yəqin ki, saatdır. 2 saatdan 10 saata qədər. Days left, bu da biletlərin alınması günüdür böyük ehtimal ki. Məsələn, 1.10 göstərir ki, uçuşdan bir gün əvvəl həmin bilet alınıb. 49-dakı uçuşdan 49 gün əvvəl bilet alınıb, onu göstərir. Burada hər bir biletin qiyməti. İndi biz başlayırıq. Datanı ümumi analiz edəndə hansı dəyərlərinə baxa bilirik? Nam, Ola bilər. Məsələn, yoxdur. duplicate ola bilər. Sonra sıfırdan kiçik dəyərlər də ola bilər məsələn. Düzdür. Amma sıfırdan kiçik dəyər yox. Dərəf izin alsam yazılır. Nöqtə sam yazıb ümumiyyətlə neçə dənə olduğuna baxa bilərik. Məsələn, buradan Yoxdur. 0, bəli, yəni heç nal dəyərimiz yoxdur. Sonra df.info ümumi məlumatlara baxaq. Burada da görürük ki, məsələn, ümumi sətirlərin sayı 30.153-dürsə, hamısı 30.153, yəni heç nal dəyər yoxdur. Bu hissələr duration time object-dir, price-ımız elə int-dir. Çevirməyə də böyük ehtimal ehtiyac olmayacaq. Hamısı, məsələn, bu price int-dir, neçə gün əvvəl göstərdiyi integer-dir. Sonra duration saatımız yenə neçə saat olduğu floatlandı falan. Yəni rəqəmlər düzgün rəqəm formatındadır. Ona görə bunu da keçirik. df.describe-la baxa bilərik daha sonra. İndeksi, burada məsələn indeksin bu dəyərlərinə baxmaq düzgün deyil. Səbəbini deyə bilərsiniz? Məsələn, indeksin ortalaması, indeksin standart sapması, bunlar nə dərəcə düzdür? Necə yəni yuvarlaşdırmalı yoxsa nə? Məsələn, bizdə burada indeks var da, budur. İndekslər Aha. gedir. Bunların tapır, burada hesablayır ortalamasını, nə bilim, 20 nəzərə düşür falan. Yəni bu normalda hesablana bilən bir dəyər deyil, indekslər. Yəni indeksin ortalaması bizə Əslində o arada kolum olduğu üçün hesablayır. Yəni sütun olduğu üçün hesablayır. Yəni. Rəqəm formatında olduğuna görə sadəcə hesablayır. Yəni burada indekslərdə rəqəm tipindədir. Describe baxın normalda rəqəmlə işləyir də. Ona görə indeks hesablayır. Amma əslində indeksdəki rəqəm hesablayır. Drop eləyə bilərik də indeks. Necə? Drop eləmək olmaz. Drop eləmək olar. Niyə də olmaz? Yəni əslində onsuz da burada datanın öz indeksləri var. Buradakı indeks çox da bir şey ifadə eləmir. Başqa statistik nəyə baxmaq olar? Elə tasklarından gedək onda. Bizdə burada istəyir ki, datasetdə hansı avia şirkətlər var və onların tezlikləri nə qədərdir? Tezliklər deyəndə nə nəzərdə tutur? Yox. Avia şirkətlərin tezliyi. Məsələn, burada airline'lar, bizdə uçuş şirkətləri. Duplik yox. Neçə Unik nə? dənə olduğu, tezlik əslində neçə dənə olduğudur. Hə, unik nə deyil? Yox da count edilir də, qrup ondan sonra count edilir. Group by count da eləyə bilərik. Ya da ki, birbaşa funksiya ilə value count var idi. Yazırıq ki, df. Group by'da ayrıca hesablamalıyıq. Uzun gedir, amma
Bu şəkildə yazsaq. Airline hanı? Airline. Nöqtə value count. Bu bizə nəyi qaytarır? Airline sütununda olan ümumi neçədən dəyər var və hər dəyərdən nə qədərdir? Məsələn, belə baxanda görürük ki, 1, 2, 3, 4, 5, 6 dənə şirkət var. Müxtəlif şirkətlərdir. Hər birində ümumi nə qədər uçuş olunduğunu göstərir. Məsələn, ən çoxu burada görürük ki, Wisteria uçuş şirkəti ki, orada uçuş şirkətidir ki, orada 127 mindən çox uçuş olunub. Bu şəkildə. İndi biz bunu daha yaxşı görmək üçün məsələn vizuallaşdıra da bilərik. Çünki taskın o bir hissələrində bizə elə vizuallaşdırma da istəyir. Məsələn, burada vizuallaşdırma. İndi biz hər bir şirkətdə Hisplotla ediyor onu. nə ilə? Hisplotla. Bəli. Hisplotla eləyirik. Ən düzgün şəkildə məsələn hər dəyərdən nə qədər olduğunu göstərən elə histogramlardır. Bura ölçülərini yazacağım. Onun 6'ya kimi. İndi yazıram cns.spot. İçərisinə hansı dəyərlər alır? Bizim vizuallaşdırmaq istədiyimiz df.airline olduğuna görə elə alınacaq içərisinə. df airline. Artıq adlarını falan yazmaq istənsini çox şey eləməyəcəm vaxt yetməsin deyə. Ona görə birbaşa yazıram .show. Normalda bura gəlib X label, Y label, title və s. da yazıb qrafiki daha yaxşı formaya gətirə bilərik. Belə baxırıq. Aha. İndi biz burada görürük ki, Wisteria yenə ən çoxudur, 120 mindən daha çox. Burada da rəqəm olaraq görürük ki, Wisteria 127.859-a bərabərdir. Burada başqa ikincisi görürük Air India yazılan, daha sonra Indigo bu şəkildə davam edir. Burada bizdə istəyir gediş vaxtı və gəliş vaxtını təmsil edən bar qrafikləri göstərin. Gediş vaxtı, gəliş vaxtı. Dataya baxsaq. Departure time, arrival time. Bu gediş vaxtıdır. Məsələn, səhər tezdən çıxması, ya da ki, səhər çıxması, nə bilim, günorta çıxması və s. Bu da gedib çatma vaxtıdır. İndi bizdən bar qrafik istədi, yoxsa bar qrafiklər? Bar qrafikləri, aha. Bar qrafikləri istəyir ki, ümumi səhər çıxanlar nə qədər olduğunu tapaq, ya da ki, günorta çıxanların, nə bilim, axşam varsa, axşam çıxanların nə qədər olduğuna baxaq. Eyni zamanda da çatanlar hansı saatlarda daha çox çatır. Ona baxaq. Bunu cns.countfloat-la yazmaq olar. Countfloat ümumi datada bizim saymaq istədiyimiz şeyin nə qədər olduğunu göstərir. İçərisinə aldığı dəyərlər x-imiz. Birincisi geliş vaxtı olduğuna görə departure time. Bu. Arrival time'da olacaq sonrakında. X-imiz bizim datamızdır. Datamızı yazıram buna. Bu sütunumuzun adıdır. Data. Dift. Daha sonra
X label'ımız, Y label'ımız. Bir dəqiqə. Gəl. Tamam, qaydaq baxaq. Bunlara ad verək. Mən eyni anda 2 dənə qrafiki yan-yana ya da ki, aşağı-yuxarı formada göstərmək istəyirəmsə, nə yazmalıyam? Sən Faridə əvvəlki suallarda baxmışdıq. Mikrofon bağlıydı. O aşağıda X oxunda görünəcək. Y label sonra. Mən sual oldu ki, bizdən burada 2 dənə qrafik istəyir. Biri gediş vaxtını göstərən, biri gəliş vaxtını. Mən bu 2 dənə qrafiki ayrı-ayrı belə yan-yana qurmaq istəyirəm burada. Biri burada, məsələn, biri də burada. Onları eləmək üçün xüsusi bir şeydən istifadə edirdim. Onun adını soruşurdum. Y label. Buna bir dənə nəticəyə baxaq. Bunu dırnaqla yazmalıydım. Nəticəmizi biz bu şəkildə görürük. Məsələn, səhər çıxma halları daha çoxdur. Sonra axşam tərəfi var. Səhər erkən saatlarda var. Günorta, axşam, gecə və s. Bu şəkildə görünür. İndi mən eyni zamanda bu gediş vaxtıdsa, gedib çatma vaxtının da qrafikini qurmalıyam. Amma həmin qrafiki ayrıcalıqda yox, bunun yanına qurmaq istəyirəm. Ona görə burada mən artıq istifadə edəcəm subplotdan. Bunun yuxarısına subplot yazanda subplot məsələn bizim hal-hazırda bu qrafikimiz birinci qrafikdir. Ona görə yazıram 1. Ümumi neçə dənə qrafik olacaq? 2 dənə qrafik olacaq. Buna görə buraya yazıram 2. Və o dayandığı yer hansıdır? Məsələn, normalda biri burada olacaqsa, biri burada olacaqsa, bunun mövqeyi 1-dir. Ona görə də bura 1 yazılır. Bura gəlsəm, indi ikincisini də eyni şəkildə yazmalıyam burada. Subplot. Amma ikincimiz artıq necə olacaq? Yenə birinci sətirdə olacaq. Ümumi neçə dənə? 2 dənə sütun olacaq. Elə belə bir dənə sətir. Aşağı doğru belə 2 dənə sütun. Ona görə burada dayanacağına görə də mövqeyi olacaq artıq 1 yox 2. Yəni birinci sətir, ikinci sütunda yerləşəcək qrafik olacaq. İkinci yaratdığımız. Buranda departure time yox. Dəyişib yazıram. Arrival time. Bunu dəyişirəm. Və frequency. Bu şəkildə. İndi qrafik bir-birinə çox yaxın oldu. Bunları biraz bir-birindən ayıraq. Bunların arasındakı məsafəni açmaq üçün subplot adjust'dan istifadə edə bilərik. Subplot adjust. Bu iki qrafik arasında məsafəni təyin edir. Məsələn, space'in 0.4.
Bunlar arasındakı məsafə indi daha yaxşıdır. Məsələn, biri-birinə çox yaxın deyillər. Bir də burada ikinci bir dənə problem var ki, ilk sütunundakı sözlər hamısı üfüqi formada yazıldığına görə bir-birinin üstünə düşür. Onların istiqamətini dəyişib yaza bilirik normalda. Bura gəlsəm, nöqtə x diksiyası x. Bu şəkildə. Rotation bizə neçəsə dərəcə meyilliliklə göstərsin, yaza bilirik. Məsələn, bu hal-hazırda 45 dərəcə seçsin. 45 dərəcə yazsaq, Artıq artıq o meyilli şəkildə olacaq, ona görə bir-birinin üstünə düşməyəcək. Eyni şeyi burada yazsam. İndi baxsaq. Aha. Artıq sözlər belə 45 dərəcədir, bir-birinin üstünə düşmür. Ona görə daha səliqəli şəkildə görünür. İndi biz buradan baxanda nə görürük? Departure time-da ən çoxu morningdədir. Yəni səhər çıxan uçuşlar daha çoxdur. Onlar da ən çox nə vaxt gedib çatır? Night, yəni gecə. Səhər çıxıb gecə çatan uçuşların sayı daha çoxdur bu halda. Daha sonra bizdən istəyir mənbə şəhəri və təyinat şəhərini təmsil edən bar qrafiklər. Eyni şeyi gedib şəhərlərə görə yaza bilərik. Bunu götürsəm. Mənbə şəhəri və təyinat şəhəri. Mənbə şəhərimiz Source City. Təyinat şəhərimiz Destination City. Buraya gəlsəm. İndi bunu run edib baxsaq. Bu şəkildə. Görürük ki, ən çox uçuşlar hansı şəhərdən olunubsa, məsələn, burada Delhi şəhərində ən çox uçuşlar olub, burada 60 mindən çoxdur. Və hansı şəhərə daha çox? Mumbai şəhərinə daha çox. Yəni, buradan bura gedən uçuşların sayı ən çoxdur. Daha sonra da elə onların yerləri dəyişmiş formadadır böyük ehtimal. Burada Mumbai'dan qayıdan uçuşlar. Buradan çıxıb, yəni Delhi'yə gedib çatan uçuşlar budur. İkinci yerdə bulardır. Və bu şəkildə davam edir. Qiymət şirkətlərə görə necə dəyişir, ona baxaq. Biz əvvəl baxmışdıq ki, bizdə 6 dənə şirkət var. İndi həmin şirkətdə, hər bir şirkətdə ümumi biletlərin ortalama qiymətini mən tapmaq istəyirəm. Onu necə yazacağım? Hər şirkətə ayrıca qiymətin ortalamasını hesablamaq istəyirəm. Burada artıq qrup paydan istifadə edib hesablaya bilərəm. Qrup pay. Nəyə görə qruplaşdırmaq istədiyim? Airline, yəni hər bir şirkət. Nəyi hesablayacağım? Mənim hesablamaq istədiyim sütun da artıq price sütunudur. Yəni hər bir biletin qiyməti nə qədərdir?
nəyi hesablamaq istəyirəm? Ortalamanı. Yəni hər bir şirkətdə biletlərin ortalama qiyməti nə qədərdir? Bu şəkildə mən də bir dənə bunu sort value deyək. Yəni çox hansı olduğunu rahat görək. Sort value. Sending false. Bu şəkildə, aha. İndi biz burada görürük ki, Visteria şirkətində biletlərin ortalama qiyməti 30.000-dir ki, bu da ən yüksək olandır. Amma bir də medianla baxaq, bəlkə bizi yanıldan bir şey var. Median oydu. Məsələn, medianı artıq biz 15.000 görürük. Bu mənaya gəlir ki, həmin şirkətdə outlierların sayı olduqca çoxdur ki, biz medianla ortalamanı ayrı-ayrı hesablayanda birində 30.000, birində 15.000 tapırıq. İndi biz həmin outlierlar və s. görə bilmək üçün hansı qrafikdən məsələn istifadə edib mən onları rahat görə bilərəm? Normalda paylanmanı tapmaq istəyirəmsə, yəni qrafikdən istifadə edirəm çox vaxt. Necə? Paylanmanı göstərən qrafik hansı qrafikdir? Outlierları, ortalamanı Box plot. Bəli, box plot. Ona görə artıq burada box plotdan istifadə edəcəm. Box plot. Bizim indi burada 2 dənə dəyərimiz olacaq. Birinci dəyərimiz x, bir də y dəyəri. X dəyərimiz biz hər bir şirkətin ayrıca paylanmasına baxmaq istəyirik deyə. X-imiz bizdə airline olacaq. Yəni müxtəlif şirkətlərin paylanmasına baxacağam. Bu şəkildə yazıram airline. Y-imiz də bizim nəyimiz olacaq? Biletlərin qiyməti, yəni price olacaq. Y datamızdakı div. Bu şəkildə. İndi title falan yazmıyor, amma X-label yazaq. Neyse yazdım. cns.boxplot diye. Şamınız xeyir. Hər vaxtdan xeyir. Səsim gəlir. Bəli, gəlir səsiniz. Deməli biz hal-hazırda keçən dəfə verdiyim tapıda bu airline olan datanın analizi, bunu yazmısınız. Neçənci mövzuya baxırsınız? Mövzu 12-ci mövzuda bir dənə test vermişdim. Airline dataseti var idi. Həmin dataseti aid Yox. suallar. Yox, ona baxmamışam.
Elə ona baxırdıq hal-hazırda. Qalsın da o. O izah edəcəyiz. Hə, okey. Bəli. Burada qaldıq. Buradan davam edirik burada. Yoxsa buradaydı, hə. Qiymət avia şirkətlərə görə necə dəyişir? Deməli, bir dənə dataya sizə göstərim datanın nə olduğunu. Datamızda uçuş şirkətləri var. Həmin uçuş şirkətlərində uçuş kodları, onların mənbə şəhəri haradır, getdikləri şəhər, uçduğu şəhər haradır. Daha sonra uçuş vaxtı nə vaxtı, məsələn, səhər, günorta, axşam formasında yazılıb. Gedib çatma vaxtı nə vaxtı, onu göstərilib. Bu stopslar uçuş zamanı dayandıqları saydır. Məsələn, uçuş ərzində 0 deyirsə, heç dayanmadan uçuş olub. 1 deyirsə də bir dəfə dayanıb, elə davam eləyib. Klasslar ekonomik, bir də biznes olmaqla 2 dənədir. Duration bizdə böyük ehtimal saatdır. Məsələn, həmin uçuş 2 saat davam eləyib, burada 10 saat davam eləyib bu şəkildə. Days leftdə bizdə biletlərin alınmasının nə qədər vaxt əvvəl olduğunu göstərir. Məsələn, uçuşdan bir gün əvvəl bilet alınıb, o mənaya gəlir. Bu da uçuşdan 49 gün əvvəl bilet alınıb, o mənaya gəlir. Bu da hər bir biletin qiymətidir. Axırıncı sualımız, hər bir avia şirkətdə biletlərin qiyməti hansı şəkildə paylanıb odur. Onda box plotla baxa bilirik. Biz əvvəlki suallardan görürdük ki, bizdə ən çox uçuş olan və biletin qiyməti ən baha olan Visteria uçuş şirkətidir. Biletin orta qiyməti də 15.000-ə bərabərdir. Buradan Visteria'ya baxanda biz onu görürük ki, onun interquartal range hissəsi də olduqca böyükdür. Yəni, müxtəlif qiymətlərdə biletlər burada satışdadır. Amma ortalama hardasa 20.000-dən daha aşağı, yəni burada da görürük ki, 15.000 civarında qiymətləri var həmin biletlərin. Bir də ən normal paylananlardan biri də Air India olandır. Çünki burada məsələn görürük ki, outlier yoxdur, ya da ki, çox azdır ki, biz onu görmürük. Amma digər şirkətlərin uçuş qrafiklərinə baxanda, bunlarda outlierlər olduqca çoxdur. Məsələn, normalda biletlərin ortalama qiyməti, məsələn, bu SpiceJet ortalama nə qədərdir? SpiceJet 5.000. Ortalama bilet qiyməti 5.000 olduğu halda biz burada görürük ki, 20.000-dən yuxarı qiymətə malik biletlər də satılıb. Ya da ki, eyni şey bunlarda da keçərlidir. Məsələn, ortalama görürük ki, çox aşağıdır. Məsələn, burada görürük 3.000, 4.000, 5.000 bu civarlarda. Amma yenə 20.000-dən çox biletlər satılıb. Ona görə də biz burada median yerinə gəlib 1000 yazsaq, bizim buradakı dəyərlərimiz çox-çox fərqlənir. Məsələn, biri 30.000, Air India olan 23.000 şəklində idisə, o birisinə baxanda 30.000, 23.000 əvəzinə biz görürük ki, qiymət 15.000, 11.000 şəklində dəyişdi. Yəni, bu da outlierların çox olduğunu göstərir. Biletlərin qiyməti gediş vaxtı və gəliş vaxtına əsasən dəyişirmi? Bunun indi necə baxırıq? Bu box plotu götürüb eyni şəkildə burada airline əvəzinə gediş vaxtı, bir də gəliş vaxtını yazsam, mən eyni şəkildə paylanmanı yenə də görə bilərəm. Burada gediş vaxtı departure time, gəliş vaxtı arrival time götürdüm. Airline'ı silib bunun yerinə departure time yazıb baxsam, burada nə görürəm? Məsələn, burada uçuşların müxtəlif zaman aralıqları görünür. Məsələn, axşam saatları, səhər, günorta, axşamda, gec saatlarda, erkən səhər və s. bu şəkildə. Burada indi onların ortalaması əslində belə baxanda çoxunda eynidir.
Bu məsələn bu ortalamalar hardasa hamısı 5000 civarındadır. Amma paylanmalar müxtəlifdir. Məsələn, ən normal paylanmış olan biz burada night olan kimi qəbul edə bilərik. Çünki o birislərə baxanda outlayerların sayı azdır və 75% ilə 25% aralığı da genişdir. Yəni müxtəlif qiymət axşam saatında gedən uçuşların bilet qiymətləri müxtəlifdir. Biz burada başqa nə nəticə çıxarda bilirik? Burada late night hissəsinə baxsaq, gecə gec saatlarında çıxan uçuşların sayı çox azdır. Yəni ümumiyyətlə aralığı belə azdır. Hardasa 5000-6000 qiymətindədir. Yəni nə qədər bu da o nəticəyə gəlir ki, nə qədər gec çıxan uçuş olsa, onun bilet qiyməti o qədər ucuz olur. İndi eyni şeyi gedib çatma qrafikinə görə eləsək. Buradan baxanda yenə ən normalı, yox, burada dəyişdi. Evening olanlar nisbətən normal paylanmış olanlardır, amma belə baxanda görünür hamısında outlayerlar var. Amma ortalama bilet qiymətləri ən ucuz olanlar burada early morning-lə late night olanlardır. Yəni çox erkən saatlarda ya da çox gec saatlarda gedib çatırsa həmin uçuş təyinat yerinə, o zaman onun biletlərinin qiyməti daha aşağı olurmuş. Amma belə normal vaxtlarda, nə bilim, axşam, səhər ya da ki, axşamüstü formasında ya da günorta bu şəkildə olanlarda müxtəlif qiymətlərdə biletlər var. Artıq həmin qiymətlərin də müxtəlif olmasının səbəbi onun, nə bilim, ekonomik olması ya da ki, business class olması və s. təsir eləyə bilir ona. Ya da ki, biletlərin neçə gün əvvəldən alınması və s. bunlar onların qiymətini artıq təsir edən amillərdən digərləridir. Elə bu tasklarda da hamısına baxırıq. Qiymət mənbə və təyinat dəyişməsilə necə dəyişir? Yəni bizdə şəhərlər arasında necə dəyişdiyini göstərir. Korrelyasiya qrafiki. Korrelyasiya əslində rəqəm əsaslı məlumatlara baxmaq üçündür. Burada bizdə şəhərlər arasındakı əlaqəni tapmalıyıq. Ona görə də ona alternativ tool kimi pivot table istifadə edə bilərik. Məsafədən Səsiniz biraz qırıldı. Başa düşmədim nə dediniz? deyəcəkdim şəhərlər arasındakı məsafədən tapma olar bəlkə, amma yenə bir şey yoxdur. Burada şəhərlərin arasında məsafəni bizə verməyib, sadəcə şəhərlərin adları var. Məsələn, burada source city ilə destination city. Amma o hissəni düz dediniz ki, korrelyasiya ilə baxmaq olarmı? Biz korrelyasiya ilə baxa bilmirik, çünki korrelyasiya sadəcə rəqəm əsaslı məlumatlarla işləyir. Amma belə rəqəm olmayanların bir-birinin əlaqəsinə baxmaq üçün pivot table-dan istifadə edirik. Pivot table məsələn götürüb mənbə şəhərlərini götürüb belə sətir kimi verir. Gedib destination cityləri sütun kimi verir və həmin sətirlə sütunların kəsişməsində biz qiymətlərin ortalamasını hesablaya bilirik. İndi onu necə edirik, ona baxaq. Pivot bərabərdir. df.pivot table yazıb biz pivot table yarada bilirik. Pivot table elə Excel-də də var, orada avtomatik yerinə yetirə bilirik, amma burada artıq kodla yazırıq. Pivot table. Pivot table içərisinə 4 dənə əsas element alır. Bunlar birincisi indeks. İndeks dediyimiz belə sətir şəklində hansı məlumatların yazılmasını istəyirəmsə odur. Kolum dediyim belə sütun şəklində hansılar yazmaq istəyiriksə o. Bizdə də olar biri mənbə şəhəri, bir də gedib çatdığı şəhər olacaq. Value'lar bizim üzərində hesablama aparmaq istədiyimiz sütundur. Bizdə hesablamaq istədiyimiz sütun price sütunudur, yəni biletlərin qiymətini hesablayacaq. Bir də ag function var. Yəni aqreqat funksiyası nə olacaq? Həmin
biletlərin qiymətinin biz ortalamasını tapırıq. Ona görə həmin 4 dənə dəyəri bura bir-bir daxilləməliyəm. İndeksimiz olacaq source city. Column olacaq destination city. Value'lar olacaq price. Bir də axırıncı add function. Function belə. O da olacaq. Nəyi hesablasın? Ortalamanı. İndi aşağı gəlib pivota baxsam. Bu şəkildə. Məsələn, mən burada source cityləri sətr kimi görürəm. Bunlar hansılardır? Nə bilim, Chennai, Delhi və s. bu şəhərdir. Mumbai, bunlar şəhərlər. Bir də destination city'də uçuşların gedib çatdığı təyinat yerləri, yenə eyni şəhərlərdir. İndi biz bu şəhərlərin bir-biri ilə əlaqəsində olan biletlər hansı şəkildədir? Yəni ortalamaları necə eləyir? Məsələn, uçuş əgər Delhi şəhərindən çıxıb, məsələn, burada gedib Mumbai şəhərinə çatırsa, həmin uçuşlarda olan biletlərin ortalama qiyməti 19.000-ə bərabərdir. Buradan 19.000 şəklində göstərir. Məsələn, bunların bir-biri ilə olanlarda hamısına nan verir. Məsələn, burada Delhi şəhəri ikisinə nan göstərir. Çünki eyni şəhərdən çıxıb eyni şəhərə gedən uçuş ola bilmir. Yəni elə bir uçuş olmadığına görə də not a number şəklində göstərir bizə. Bu şəkildə bütün şəhərlərin bir-biri ilə kombinasiyasına baxa bilirik. Yəni Kolkata şəhərindən çıxıb, nə bilim, gedən Mumbai şəhərinə ortalama 22.000 qiymətində bilet qiymətidir. İndi bunun vizual formaya çevirsək, heatmap'dən istifadə eləyə çevirə bilərəm. Normalda heatmap'dən korrelasiyada daha çox istifadə edirik, amma burada da istifadə eləmək olar. Çünki dediyim kimi pivot table'da əslində rəqəm tipində olmayan məlumatları bir-birinə əlaqəsinə baxmaq üçün istifadə oluna bilir. CNS nöqtə heatmap. Datamız bizdə olacaq həmin yuxarıda yaratdığımız pivot. Daha sonra içərisinə başqa nə ala bilər? Hələ ki olduğu kimi saxlayaq. Bəyənmədiyimiz bir şey olsa dəyişərik. Bu şəkildə. İndi mən burada rəqəmləri belə gözlə görüm deyə buraya yazacağım annotation true. Bu şəkildə məsələn rəqəmləri də daha düzgün formaya salaq. Format vermək üçün fmt format nöqtədən sonra bir dənə 0 kimi göstərsin.
Belə baxanda əslində yuxarıdakının sadəcə rəngləndirilmiş formasını biz görmüş oluruq. Məsələn, ən baha olanlar, gəlib burada məsələn 25.000 olan daha açıq rəngdir. Bu rəngləri yenə biraz tərs düşüb. Normalda bahaları tünd olmalıdır. Ona görə rəngini də dəyişib. C-map'ini versək, keçən dəfə yazdığımız elə var idi bir dənə. Nə idi o? Ya da başqa rəng yazaq. Bu deyəsən mavi tonları ilə olan idi. Bu şəkildə baxanda 25.000 məsələn daha tünd rənglə görünəndir. Burada görürük ki 25.000 ilə budur. Ən bahalı biletlərdən biri bu şəhərdən gedib Bangalore şəhərinə uçan uçuş. Qiyməti daha bahadır. Ən ucuz olanlar da 17.000 kimi görünənlər. 17.000. Bu şəhərdən bu şəhərə gedən uçuşların qiyməti daha aşağıdır. Biletlər uçuşdan cəmi 1 ya da 2 gün əvvəl alınanda qiymətə necə təsir edir? Bizim yuxarıda bir dənə dəyərimiz var idi. Bu dəyər days left biletlərin ümumi uçuşdan neçə gün əvvəl alındığını göstərəndir. İndi burada deyir ki, biletlər 1 ya da 2 gün əvvəl alınması onun qiymətinə necə təsir edir? Deməli, mən əvvəl həmin 1-2 qiyməti alan datanı ayrıca seçib götürmək istəyirəm. Daha sonra həmin datanın datadakı bilet qiymətlərinin ortalamasına baxmaq istəyirəm. Buna görə birinci filtr eləməliyəm. Həmin filtri necə yerinə yetirəcəm? Ki, sadəcə bu days left 1 ya da 2 olanlar qalsın. Days left böldü kiçikdir 3'ten. Sort bərabərdir df. Ondan sonra bir dənə şey yazır. Df sonra days left böldü 2'den. 3'ten. Kiçikdir Yok, bərabərdir 2'den. 2-dən belə. Ya da şeylə kiçikdir 3-dən. Bəli, ikisi də olur. İçine kaldı. Mötərizənin içində yazılmalı deyil. Hansı? Mötərizənin içində yazılmalı. Bir də deyəsən mötərizə açılmalıdır mən bilirəm. Cədvəl formasında bizə qaytarsın deyə, bəli, bu şəkildə olmalıdır. Yəni df sort bizə artıq data formasında olsun. Bu şəkildə baxsaq. Biz indi burada görürük ki, sadəcə 1 ilə 2 olanlardır. İndi biz nə etmək istəyirik? Həmin days leftləri 1 olanların, bir də 2 olanların ayrıcalıqda biletlərinin ortalaması nə qədərdir ona baxaq. Ona necə baxacağım? Yenə burada qruplaşdırma edəcəm. 1 olanların ayrıca ortalamasını tapacaq, 2 olanların da ayrıca ortalamasını tapacaq. Days left. Hesaplayacaq price sütununu. Nöqtə min. Bu şəkildə. İndi biletlər əgər bir gün əvvəldən alınıbsa, qiyməti 21.000, 2 gün əvvəldən alınıbsa, qiyməti 30.000. Amma bu heç yenə real kimi görünmür. Bunu bir də medianla da yoxlayaq. Nə qədər dəyişdi? 15.000.
Yəni əgər bilet bir gün əvvəl alınıbsa 15.000, 2 gün əvvəl alınıbsa da 18.000 qiymətindədir ortalama. Bu da yəni nə qədər gec bilet alsan, uçuşa nə qədər yaxın vaxtda bilet alsan, qiyməti o qədər aşağı olurmuş kimi görünür. Bu da getdi bu. Bilet qiyməti iqtisadiyyat və də biznes sinif arasında necə dəyişir? Yenə burada da götürüb qruplaşdırıb rahat şəkildə baxa bilərəm. Bura gələcəm. Biznes bir də nə idi o birisi? Ekonomi. Bunlara baxsın. Days left yox, classla. Bu şəkildə baxanda biznes olan ortalama 59.000, ekonomi olan 13.000 qiymətindədir. Bir də 1000 ilə baxaq. $61.000, $14.000. Burada yenə çox da böyük fərq yoxdur. Yəni bizneslə uçuşlar ortalama 61.000 bilet qiyməti, normal ekonomi uçuşlar 14.000 bilet qiymətindədir. Datasətdəki uçuşların orta müddəti, yəni duration onların vaxtı, uçuş vaxtı nə qədərdir və bu müddəti siniflərə görə necə fərqlənir? Orta müddəti siniflərə görə necə fərqlənir deyəndə mən yenə qruplaşdırma eləyib rahat şəkildə bunu tapa bilərəm. Siniflərə görə istəyir, nəyi istəyir? Price yox, bunun yerinə artıq yazacağım. Yuxarıda duration, yəni müddəti. Ortalamasını tapsın. Bizneslə uçuşlar 16 saat ərzindədir, ekonomi ilə uçuşlar 13 saat ərzindədir. Medianla da baxaq. Yəni 15-11. Biznesdən 15 saat, ekonominin 11 saat. Yəni biznesdə uçuşların əslində sürətli olması demək ki, o qədər önəmli deyil. Əsas orada rahatlıq ön plandadır. Buna görə onlarda uçuş müddəti daha uzundur. Duraq sayı, yəni orada stoplar var idi, hansı ki 0, bir də 1 olanlar. Qiyməti necə təsir edir? Məsələn 0, 1, 2 or more. Orta qiymətlə müqayisə edin. Burada mən yenə də qruplaşdırıb bunu taparam. Klassın yerinə yazacağım. Stoplar. Yəni hər stopda qiymətin ortalaması necə dəyişir? Hesablasın price'ın ortalamasını. Belə baxanda nə görürük? Əgər uçuş zamanı bir dəfə uçuş dayanıbsa, onun qiyməti 17.000, 2-dən daha çox dayanıbsa 18.000, ümumiyyətlə heç dayanmayıbsa ortalama 8.000 qiyməti var. Bu da mənaya gəlir ki, uçuşda dayanmaların sayı nə qədər çoxdursa, onun biletin qiyməti o qədər çox olur. Yəni heç dayanmadan fasiləsiz uçuşların qiyməti daha ucuzuymuş. O da yarı qiyməti qədər fərq edir. 8.000, 18.000, 17.000 şəklində. Days left dəyişəninə görə qiymətin paylanması necədir? Məsələn, 1 10 gün, 11 20 gün və s. kimi qruplaşdırılmaz. Burada bizdə days leftdə 1-dən 49-a qədər dəyərlər var idi. İndi bizdən bunu istəyir ki, onları qruplaşdıraq. Sonra da qiymətin həmin qruplara görə necə paylandığını tapaq. Bunun üçün qruplaşdırma eləməliyik əvvəlcə. Bizdə datada məsələn burada görürük ki, days left 1-dən, burada indi 2 dənəsi var. 49-a qədərdir. Biz indi həmin 1-dən 10-a qədər olan hissəni bir qrup kimi, 10-dan 20-yə qədər olan hissəni bir qrup, 20-30-u bir, 30-40-ı bir, 40-50-ni bir qrup kimi ayırmalıyıq. Daha sonra da həmin qruplarda biletlərin ortalama qiyməti necə olduğunu tapmalıyıq. Deməli, həmin qrupların yaradılması üçün nə etməliyik? Biz
Katdan istifadə edə bilirik. pd.kat var. Def hansı sütunu bölmək istəyirik? Days left sütununu bölmək istəyirik. Daha doğrusu qruplaşdırmaq istəyirik. Ya da bura yeni ad verməliyik daha doğrusu. Days group olsun. pd.cut. İndi bu içərisinə hansı dəyərlər alır? Birincisi artıq buraya yazırıq ki, hansı sütunu bölmək, qruplaşdırmaq istəyirik. Qrupun yerinə left. Days left. Bu sütunu qruplaşdırsın. Vergül. İkinci hissəmizdə bizdə qruplar hansı dəyərlər əsasında olacaq onu yazmalıyıq. O da 1000 ilə yazılır. 1000. Yəni dəyərlər necə paylanacaq? Dedi ki, 1-dən 10-a qədər bir dəyər kimi, 10-dan 20-yə qədər bir dəyər kimi. Ona görə burada artıq list formasında mən onları daxil edirəm ki, necə olacaq? Başlayacaq 0-dan vergül 10-a qədər 1 götürəcək, 20-yə qədər 1, 30-a qədər 1, 40, 50. Bu şəkildə qruplaşdıracaq. Bir də 50-dən maksimum 100-ə qədər. İndi bunlara uyğun hər bir qrupa nə ad verəcəyini biz təyin etməliyik. Adlar da label-la təyin olunur. Yenə labels. Buna da yenə siyahı ilə daxil etməliyik. Məsələn, 0-dan 10-a qədər olan hissə üçün biz ad verməliyik. O həmin label 1, məsələn, 10. Ya da ki 0-10. 0-10. Bu şəkildə. Artıq həmin qrupun adı 0-10 qrupudur. Vergül. İkinci qrupumuzun adı 11-20 qrupudur məsələn. Vergül. Üçüncü qrupumuz 21-30. Daha sonra 31-40. 41-50. Son olaraq da 51-dən 100-ə qədər ya da ki 51 plus yazaq. Bu bizə başlayacaq qrupları bölməyə. Biz də nəticə olaraq nəyi görmək istəyirik? Def 2 dənə sütunu görsəm mənə bəsdir. Hansı ki o qruplardan, sütunlardan biri daha doğrusu. Days left sütun olsun. Bir də həmin sütunun aid olduğu qrup nədirsə o. Bu iki sütunu görürüm. Def days left 1000 yox, 1000 yazsam. Labels. Aha. Bu şəkildə. Məsələn, 1 hansı qrupa daxildir? 0-10 qrupu. Yenə 49 hansı qrupa daxildir? 41-50 qrupuna. Bu şəkildə bu artıq qruplaşdırılmış oldu. İndi mən həmin qruplaşmaya əsasən onları qrupa eləyib. Məsələn, 41-50 qrupunda olan biletlərin ortalama qiyməti nə qədərdir? Bu şəkildə baxa bilərəm. Yəni df.groupby qruplaşdırmaq istədiyim sütunun adı days groupdur. Hesablamaq istədiyim sütunun adı price sütunudur. Nəyi hesablamaq istəyirəm? Ortalamanı hesablamaq istəyirəm. Buradan baxanda 0-10 bizə göstərir 26.000. 11-dən 20-yə qədər. Yəni 11-20 gün əvvəl bilet alınıbsa, yəni ortalaması 21.000-dir.
20-30 gün, yəni bir ay ərzində bilet alınıbsa, ortalama 19 mindir. Buradan 51 plusda non göstərir, çünki dəyərimiz ən gecə 49 gündür. Yəni 49 gündən daha o tərəf yoxdur. Ona görə burada non görünür. Bu şəkildə. Məsələn, biz buradan belə bir nəticə çıxarda bilərikmi ki, nə qədər tez bilet alınırsa, onun qiyməti o qədər çox olur. Belə bir nəticə çıxmır. Çünki bu görürük ki, əksinə, tam əksinədir. Yəni, nə qədər bileti tez alsa, tez yox daha doğrusu, gec. Yəni, uçuşa nə qədər yaxın alsa, biletin qiyməti o qədər baha olur. Yəni, bileti uçuşdan nə qədər tez alsan, onun qiyməti o qədər ucuz olur. İndi bu nəticəni biz vizuallaşdırsaq, nəydən istifadə edib vizuallaşdırsam daha yaxşı görünər? Count plotun olmaz. Bu səfər bar plotla yazaq. X-imiz bizdə olacaq həmin qrupların adları, yəni days qrup. Virgül. Y-imiz price olacaq. Datamız nə olacaq? Datamız da bizim burada hesabladığımız datadır bu. Yəni bunun nəticəsi nədir? Bura. Buradan bunlar bu hissəni götürüb X-ə verir, bu hissəni götürüb Y-ə verir. Ona görə dataya yazacağım elə burada yazdığım kodu. Bir də sonuna reset indeksi yazmalıyıq ki, bu normal data kimi görünsün. Burada da vizual şəkildə görürəm ki, 10-dan 50-yə doğru, yəni gün sayı artdıqca bizim qiymətimiz aşağı doğru düşür, azalır. Yəni nə qədər uçuşa yaxın alsam, qiymət o qədər baha olur. Bunu elədik. Bu. Hansı mənbə şəhərdən ən çox uçuş var və onların orta qiyməti nə qədərdir? Ən çox uçuş nə qədərdir, orta qiymət nə qədərdir deyirsə, necə tapacağım? Mən bunları birbaşa datanı sort eləyə bilərəm. Sortu da nəyə görə eləyəcəm? Ən baha dediyinə görə birinci price. Elə o da, yəni price-ə görə datanı sıralayacağım. Ən baha olanlar ən yuxarıya gələcək və mənə lazım olan sütunları da götürəcəm oradan ki, bunlar da airline idi. Bir də nə idi? Hansı şəhərdən? Hə. Source city, bir də ən çox uçuş. Orta qiyməti nə qədərdir? Əslində biz bunu yuxarıda tapmışdıq da, hansı şəhərdən ən çox şey olduğunu, yoxsa tapmamışıq. Həm də burada var. Burada hesablamışıq, ona görə təzədən baxmaya bilərik. Məsələn, Delhi şəhərindən uçuşların sayı 60 mindən daha çoxdur. Yəni bizdən də orada onu istəyir ki, ən çox uçuş hansı şəhərdəndir. Bir də hər şəhərə görə də ortalama biletin qiyməti nə qədər olduğunu tapmaq olar. Onu da burada bəlkə hesaplamışıq. Hər şəhərə görə ortalama bilet qiymətini də elə buradakı kimi tapırıq. Ona görə onu da təzədən yazmayacağım. Yəni qruplaşdırıb, burada şəhərin adını, burada price yazıb, median yazsaq, həll olunur.
O birisi biznes sinifində uçuşların ümumi sayı və orta qiyməti, iqtisadiyyat sinifi ilə müqayisəsi necədir? Uçuşların ümumi sayı, orta qiyməti. Onu da burada eləmişikmi? Klasa görə price, orta qiymətə baxmışıq. Biznesdə məsələn, biznesin ortalaması 61, ekonomikdə ortalama 14.000. Bir də nə deyirdi? Ümumi say. Ümumi sayda value count-la baxa bilərik. Class count yazsam. Artıq görürəm ki, ekonomidə ümumi uçuş sayı 206.000, biznesdə 93.000. Yəni ekonomikdə olan uçuş sayı daha çoxdur. Bu şəkildə görürük. Axırıncıda da bizdə nə deyir? Datasetdə ən bahalı, ən ucuz uçuşlar hansı avia şirkətlərə və hansı şəhərə aiddir? Burada artıq dataseti birbaşa price-a görə sıralayıb, mənə lazım olan sütunları götürəcəm. Lazım olan sütunlar da şirkətin adı, bir də şəhərin adıdır. Bura gəlsəm, təzə bir dənə dataset kimi göstərəcəm bunu. Məsələn, new, indi sort eləyəcəm df-i, df.sort value. Hansı sütuna görə sort eləmək istəyirəmsə, yazıram by bərabərdir. Sütunun adı da price olacaq. Yəni, ən bahalı bilet hansı avia şirkətə, hansı şəhərə aiddir onu yazsın. Və ən bahalı dediyimə görə də azalan sırayla düzməliyəm ki, ən bahalısı ən yuxarı düşsün. Yəni, ascending false olacaq. Sort values. Bu şəkildə. İndi mənə lazım olan sütunları sadəcə buradan götürəcəm. Lazım olan sütunlar da airline idi. Bir də nə idi? Hansı şəhərlərə? Price. Source city-də. Source city bir də duration city-də yazmaq olar. Yox, departure yox. Arrival time, duration city. Bir də eyni anda bir neçə sütunu çağırıramsa, bura 2 dənə qoymalıyam. Bir də burada hamısını verməsin, mənə sadəcə ən çox olanları versin. Ona görə headlə 3 dənə yazıram ki, ən yüksək 3 qiymət olan göstərsin. Bu şəkildə. Onsuz əvvəlki nəticələrdən də bilirdik ki, ən bahalı biletlər elə Visteria şirkətinə aid olan biletlərdir, amma şəhərləri bilmirdik. Bunlarda da artıq şəhəri görürük ki, Delhi şəhəri ilə Kolkata şəhəri ən bahalı qiymətə malik olanlardır. Elə price-in özünə də baxaq, neçə olduğuna, yəni qiymətlərini. Price-ı 123.000. 123.000 dəyərində bilet. Elə 117.000 bu şəkildə. Burada ən azı 5 nümunə deyir, amma biz 3 yazdıq, nəsə eybi yox. Bu data bu qədər. Yəni, burada başqa sual yoxdur. Sizin nəsə əlavə sualınız varmı? Bu kodlarla. Python'un axırıncı dərsi idi bu. Bu axırıncı dərs deyil. Bizim 12-ci dərsdən sonra... Bildiyim dərs deyil. Bu bildik sizin verdiyiniz idi bizə elə. Biz indi bugün dərs olaraq
Şey 14'ü var idi. tapşırıqlarını eləmiş. RFM analizi var idi. RFM analizi. Hə, Aha. 16-da da linear regression falan var idi. Python'la bağlı bundan sonra neçə dərs olacaq? 2 dərsdə 15-16. 2 dərs qalıb əslində. 14 ilə 16-cı mövzunun taskları. İndi 14-də məsələn indi baxsaq, maksimum gələn dəfədə 16-ya baxsaq bir dərs. Bundan sonra bir dərs qalmış olur. Fərqi yoxdur. Mən sadəcə maraqlı idi ki, yəni neçə dərs qalıb. Çünki bildim. Bu dərs onda baxırıq da 14-ə. 14-də mən şey soruşmamışam. Həftə içi Bu saxlayaq, taskı həftə içi bax. necə? Həftə içi qoşularıq məncə 14. 14-də? Bəli. Mən sizin qərarınız artıq. Bir şey soruşacaqdım. 14-də Hə? mövzunun içərisində task var. Bu task. Bunu siz Aha. dərsdə baxmısınız yoxsa baxmamısınız? Azər, bu sənin yazdığın idi dərsdə. Bir dənə data var. Nədir bu? Income Nəticə happiness. baxmamışıq. Aslında Necə? baxmamışdı axı müəllim dediyindən yox. Bu Hə. mənim dərsdə yazdığım başqa idi. Buna ümumiyyətlə baxmamışım, yox. Bunu Mən keçmişik. mövzunu keçmisiniz də. Biz Aha. son 2 dərsi 16 birləşdirib keçmişik. 14 bu idi hesab edim. Buna deyəsən Taskı hanı bunun? Ha, birinci mövzunun izahı idi. Axırda bir dənə task var idi. Hə, budur. Burada özündən data yaradıb, sonra bunu RFM analizini eləyin deyir. Mənim maildən atmışdı, demiş ki 14 uşaqlarla baxmışıq, yəni sual hazırlayacaqsınız da bu formada hazırlaya bilərsiniz. İndi soruşuram ki, bu taskı siz dərsdə yazmısınız yoxsa yox? Yox. Onda baxacaqsa baxmışıq deyə. Baxarıq ona. Həftə içi onda normal 3-cü gün idi biz dərsimiz yoxsa? hə, 3-cü gün. 3-cü gün boşlarıq. 14 ilə 16-ya onda biz də bir yerdə baxa bilərik. Yəni həmin dərs Baxarıq. dərslər yerdə baxarıq. Baxarıq. Onda bugün dərs bu qədər olur. Oldu, çox sağ olun. Təşəkkürlər. Keçəniz. Xeyrə qarşı. Sağ olun müəllim. Sağ olun.